A1 səviyyəsində olan kitabımızın tərcüməsini görəcəyik. Hide and Seek, Gizlənpaç. James, his sister Sally and Mark, their BFF, best friend forever, were bored. James, onun bacısı Sally və dostu Mark, onların ömürlük ən yaxşı dostu, ürəkləri sıxılırdı. They had played all day, but now that it was dark and difficult to see, they had nothing to do. Onlar bütün günü oynadılar, ancaq indi ki qaranlıq idi və görülməsi çətin idi, onların edəcək bir şey yox idi. They couldn't play soccer because they couldn't see the ball. Onlar futbol oynaya bilmədilər çünki onlar topu görmürdülər. They didn't want to go inside and play a game. Onlar içəri gedib oyun oynamaq istəmədilər çünki it was a beautiful springtime night. Bu gözəl bir yaz gecəsi idi and they liked being outside və onlar çöldə qalmağı xoşlayırdılar. Especially after having to play inside all winter long. Xüsusilə də bütün qış boyu içəridə oynadıqdan sonra. They just didn't know what to do and it was a little too early for them to go home. Onlar nə edəcəklərini bilmirdilər və onlar üçün biraz çox erkən idi evə getməyə. I guess I'll just go home. Deyəsən mən evə gedəcəm. Mark said in a sad voice. Mark qəmgin bir səslə dedi. Oh, come on, replied James. We still have time for another game of something. Biz nəsə bir oyun oynamaq üçün vaxtımız hələ də var. Then Sally said. Daha sonra Sally dedi. I have an idea. Mənim bir düşüncəm var, ideyam var. Let's play hide and seek. Gəlin gizlənpaç oynayaq. I was just going to say that, James said. Mən də bunu deyəcəkdim, James dedi. Yeah, I'll bet. Bəli, mərcə girərəm, replied his sister. Onun bacısı cavab verdi. You always say you were thinking of whatever I think of, she snapped. Sən hər zaman hər nə ki mən düşünürəm, onu düşünürsən, deyirsən. Do not. Belə etmirəm, James said. James dedi in a loud voice, yüksək bir səslə. Do too, yelled Sally. Belə də edirsən. Sally bağırdı. Mark just looked down at the ground and shook his head from side to side. Mark sadəcə yerə baxdı və başını o tərəfə bu tərəfə yerlədi. They are at it again, he mumbled to himself. O öz-özünə mırıldadı. Onlar yenidən belədirlər. Then he yelled. Daha sonra isə o bağırdı. Okay, let's play hide and seek. I'll be the seeker. Gəlin gizlənpaç oynayaq. Mən axtaran olacağam. He turned. O döndü. Faced the big tree. Üzü böyük bir ağaca. Closed his eyes. Gözlərini bağladı and started counting out loud. Və yüksəkdən saymağa başladı. 100, 99, 98, 97. Sally and Mark stopped arguing. Sally və Mark bəhs etməyi dayandırdılar. Looked at each other, bir-birlərinə baxdılar, and ran off in different directions to find a hiding place. Və fərqli yönlərə qaçdılar, gizlənmək üçün bir yer tapmağa. In the distance they could still hear Mark counting. 4, 3, 2, 1. Bir dənə yerdə ki, onlar hələ də Mark'ın saydığını eşidə bilirdilər. 4, 3, 2, 1. Ready or not? Hazırsız ya yox. Here I come. Gəlirəm. Then he turned and began looking for places where they could be hiding. Daha sonra o döndü və başladı baxmağa bir yerlərə ki, onlar gizlənə bilərlər. Finding Sally was easy. Sally'ni tapmaq rahat idi. She always ran off and then circled back so she would be close to base. O hər zaman qaçır və yenidən geri dönür. Beləcə o əl vurmaq üçün yaxın ola bilər. The safe place to get to before being tagged. Əl vurulmadan öncə daha
Güvenli yere varmak. Mark looked for the biggest tree and ran towards it. Mark en büyük ağacı axtardı və ona tərəf qaçdı. But she wasn't there. Amma o orada değildi. I'll bet she's behind a big bush. Mərcə girərəm ki, o böyük kolluğun arxasındadır. He said to himself. O öz-özünə dedi. So he ran to it və o ona tərəf qaçdı and was ready to tag her və ona əl vurmağa hazır idi. But she wasn't there either. Amma o orada da değildi.